Emin bəy, rəqəmsalçıların əsas silahı nədir? Düşünürəm ki, araşdırma qabiliyyəti. Bir rəqəmsalçının araşdırmaya həvəsi varsa, araşdırma qabiliyyəti varsa, o bir çox çətinliklərin üstəsindən gələcək. Bəs peşəkar olmaq üçün nə etmək lazımdır? Bildiklərinizi praktikaya keçirmək. Nə qədər çox praktika etsək, təcrübə keçirsək, bir o qədər həm səhv də etmiş olacağıq və bu səhvləri düzəldərək daha da peşəkarlaşacağıq. Bəs necə bilim ki, bu sahəyə uyğunam? Əgər biznesə marağınız varsa, biznesə meyliniz varsa, hər hansısa məhsul və ya xidməti doğru hədəf kütləyə təqdim etməyə meyillisinizsə, deməli bu sahənin adamısınız. Bəs bu sahəni seçən insanlara tövsiyələriniz nələrdir? Daha çox araşdırmaq, daha əzmlə çalışmaq, öyrəndiklərini mümkün qədər çox praktikaya keçirmək, səhvlərdən məyus olmamaq və həmin səhvləri optimallaşdırmağa, düzəltməyə doğru addımlamaq. Təşəkkürlər. Buyurun.